Ukraynanın keçmiş prezidenti Viktor Yushchenko Bakıda müharibənin obyektivindən adlı fotosərginin açılışında iştirak edib. Sərgidə Ukraynada müharibənin yaratdığı dağıntıları və insanların yaşadığı faciələri əks etdirən fotolar nümayiş olunub. Tədbirdə deputatlar, səfirlər və Azərbaycan Fotoqraflar Birliyinin üzvləri iştirak ediblər. Sərginin əsas məqsədi müharibənin real mənzərəsini fotoqrafların obyektivindən nümayiş etdirməkdir. В основном мы говорили о стратегии. Bugün cənab İlham Əliyevlə görüşümüzdə əsasən strategiyadan danışdıq. Azərbaycanda mövcud olan həm siyasi, həm də iqtisadi vəziyyət münasibətlərimizin inkişafı üçün çox böyük, nəhəng potensiala malikdir. Hesab edirəm ki, yaxın zamanda Ukraynada da çox böyük imkanlar yaranacaq. Bu imkanlar həm siyasi münasibətlərimizin, həm təhlükəsizlik sahəsində əməkdaşlığımızın, həm də iqtisadi əlaqələrimizin bütün potensialını üzə çıxaracaq. Sərgiyə gəlincə istərdim ki, mümkün qədər çox Azərbaycanlı bu sərgini görsün. Çünki sərgi Rusiyanın Ukraynaya qarşı təcavüzünün və soyqırımının bütün dərinliyini çox aydın şəkildə nümayiş etdirir. Ukraynalılar öz torpaqlarının 1 kvadrat metrini belə heç vaxt verməyəcəklər. Biz onun uğrunda əvvəl necə mübarizə aparmışıqsa, bundan sonra da elə mübarizə aparacağıq. Bu Ukraynanın müharibəsi deyil. Bu Rusiyanın dünyadakı yaxşılığa qarşı apardığı şər müharibəsidir.